gündür ki Tofiq Yaqublu aclıq eləyir və mən və bütün ailəm müalicə müəssisəsinin önündəyik və heç ürək açan xəbərləri gəlmir. Həyatı təhlükə altındadır. Hər an həyatını itirə bilər. Və bu müddət ərzində hələ də onun həkim Adil Qeybulovun yanına buraxılmır. Onun göstərsin ki, Tofiq Yaqublu'nu işkence vere öldürürler. Biz aile olarak talep edirik ki bugün doktor Adil Qeybulov müessede onun yanına gelsin. Bıraksınlar içeri. Gelmeyene kadar biz buradan giden değiliz. Çünkü her an her şey olabilir ve biz Tofiq Yaqublu'nu itirebiliriz. Vəziyyət çok kritikti, çok kritikti ve bunu sözle ifade edebilmem. Hayatını her an itirebilir. Xahiş ederim sesimiz olun. Siz de bizle beraber Doktor Adil Qeybullah'ın müesseseye bırakılmasını talep edeyim. En azından biz bugün onu müessesede görebilək. Çünkü neçə gündür halsızdır, pis vəziyyətdədir. Pis vəziyyətdədir.